Dünyanın 7 möcüzəsindən biri. Demək, mətnə əsasən cədvələ uyğun fikirləri müəyyən eləyək. Dünyanın 7 möcüzəsindən nə yazıb? Dünyanın 7 möcüzəsinin strukturunu tam qoruyaraq günümüzə gəlib çatan yeganə abidə Misirdədir. Bax, burada birinci abzasa elə baxın. Dünyanın 7 möcüzəsindən dövrümüzə qədər öz əzəmətini tam şəkildə qoruyub saxlayan yeganə abidə. Deməli, biri nə götürəcək? Düz götürəcək. Piramidanın tikintisi zamanı insan əməyi istismar edilib. Bu səhvdir. Nəyə görə səhvdir? Baxın burada nə deyir? Piramid tikintisi 20 ildən artıq davam etmişdir Herodotun qeydlərinə əsasən. Qullar tərəfindən məcbur əməklə tikildiyi düşünülsə də, müasir dövrün arxeoloji qazıntıları buna nəzəriyyən tamamilə alt-üst etdi. Demək 2 nədir? Səhvdir. 2-ni çıx. Qalır 1, 4, 5, 1. Piramidanın daxili temperaturu səhranın hava şəraitindən asılı olaraq dəyişir. Burada görün nə deyir? Həmişə neyinir? Sabit qalır. Sabit qalırsa 3 də səhvdir. 3-ü çıxın, 2-ni çıxın, 3-ü çıxın, cavab qalır A variantı. Altından xətt çəkilmiş cümlənin üslubunu mətnin üslubundan fərqləndirən xüsusiyyət. Mətn nədədir? Mətn publisistik üslubdadır. Məlumat verir. Amma bu altından xətt çəkilmişdə fikir verin. Nə var? Terminin var? Var. Terminoloji ağırlığa malikdir? Malikdir. E variantı. Aydın və anlaşılıq əsasa aiddir. Mücərrər obrazlıq ümumiyyətlə buna aid deyil. Bədii o üslubdadır. Ədəbi dili təşkil edir. Bu ortaqdır. Danışıq dilinə yaxındır. Publisistikdir. Mətnə əsasən nəyi müəyyən etmək olmaz? Layihəni hazırlayan mühəndisin kim olduğunu elə A olacaq. Piramida hansı şəhərə yaxın olduğu burada yazılıb Qahirə şəhəri idi. Qahirə şəhəri idi. Nəticə hissəsində yazılmışdır. Piramidanın hansı şəhərə yaxın, daha tikinti işlərinin təxminən neçə müddət davam etdirdiyi, bu harada yazılmışdı? Tikinti 20 ildən artıq. Orada da var idi C, B. Tikintidə işləyənlərin kimlərdən ibarət olduğu əsasən fəhlələrdən, qullardan, sonra mühəndislərdən, sənətkarlardan, azad sənətkarlar, mühəndislər var idi orada. O əslində dövlət tərəfindən böyük qayğı ilə əhatə olunan, burada var ilə bu abzasda rahatlıqla görə bilərsiniz. D-ni də çıx. Tikinti daşlarının necə əldə edildikdə baxın, burada var. Oxumuram indi. Oradan görə bilərsiniz. E də var. Sonra 24. 24. Hara getdi? 24. 24 buradadır. Çərçivə daxilində verilmiş ifadə mənbəydir. Kür öz mənbə. Oradakı mənbədə nə yazılmışdı? Oradakı mənbə də tarixi mənbələr. Tarixi mənbələr. Mənbə nədir? Tarixi mənbə. Mənbə hər hansısa bir məlumatın, belə deyək də sizə, əsasını, başlanğıcını təşkil edən şey mənasında. Bu neyniyəcək? Məcazi mənada işlənmiş olacaq. Hər hansısa bir məlumatın əsasını, başlanğıcını təşkil edən şey olacaq. Məsələn, xammal mənbələri. İndi biz onu tapmalıyıq. Bu başlanğıcını, bu mənbəyinidir. Həqiqi mənada olandı çıx. Təbii resurslar, təbii mənbələr yenə həqiqi mənada olandı. Enerji resursları da yenə. Bu xəbərin ilk haradan alındığı, burada sözü həmin qarşılığı yoxdur. Resurs yoxdur, mənbə resursdur. Amma biz oradakı məcazi mənasını tapmalıyıq. Ona görə də informasiya qaynağının, informasiya mənbəyinin, deyə bilərik də, elə cavabımız olacaq E variantı. Mətnə əsasən Xeops piramidasının hansı xüsusiyyətləri onun qeyri-adi tikili olduğunu göstərir. 4-ü götürə bilərəm, temperaturun sabit qalması. Müasir dövrün texnologiyası olmadığı dövrdə çox arzu çəkilir, 2 də düz olar. Planın yüksək riyazi dəqiqliyi ilə hesablanması. Misirlər tərəfindən inşa edilməsi yox. Peşəkar mühəndislər yox, onu başqa ölkələrdə də peşəkar mühəndislər olub yəni. Yəni bu çox belə onu qeyri-adi eləyəcək bir xüsusiyyət deyil. Ona görə planın yüksək riyazi dəqiqliyi hesablanması bu da düzdür. 1, 2, 4. Üzərində rəqəmlər yazılmış sözlər. Deməli, biri orada nə idi? Biri mühüm yox. Biri nəhəngi idi.
biri də nə idi? Böyük idi. Demək, nəhəng informativdədir. Poetikdə necə işlədə bilərik? Məsəl üçün, o nəhəng sənətkardır. Nəhəng sənətkardır. Bitdi, getdi. Sonra böyük var ha orada. Böyük də düzdür. Böyük qayğı ilə də poetikdə işlənib. İnformativdə necə işlədərsən? Onun, məsəl üçün, böyük, məsələn, evin böyük otağı var. Bunu da informativdə işlədərsən. Fikir verin, cümlə deyir. Cümlə deyirsə, sən birləşmə falan verə bilmərsən. Neynəməlisən? Bunu cümlədə işlətməlisən. Nöqtəvi qoymalısan. Cümlə mütləqdir. İfadədə işlətsən bunu, balvı kəsəcəklər. Həqiqi möcüzə insan ağlının sərhədsiz imkanları ilə yarana bilər. Bunu əlaqələndirən mətnin məzmunu ilə, hökmün mətnin məzmunu ilə əlaqələndirən fikir yazaq. Bura fikir nə yaza bilərik? Bura fikir nə yaza bilərik? Demək, burada mətndə var idi. Bura fikir onu yaza bilərik ki, məsəl üçün, sərhədsiz imkanları nə edirdilər? Əsasən, baxın, burada var. Deyir ki, uzun illər boyu məcburən tikildiyi düşünülsə də, bu nəzərin tamamilə alt üst etdi. Bircə dəqiqə orada var idi. Oradan yola çıxaraq onu... Məsəl üçün, nə edir? Nil çayı ilə çox dəqiqliklə, burada daş bloku nə edirdi? Su kərvanı kəsilirdi, Nil çayı ilə daşınırdı və çox dəqiqliklə üst-üstə yerləşdirilməsi müasir texnologiya əsrində belə mütəxəssislər üçün böyük maraq doğuran bir tapmacadır. Demək, yəni müasir texnikalar olmadan bu cümlələri yaza bilərsiniz. Müasir texnikalar olmadan nə edirdilər? Nil çayı ilə daşlar, daş blokun Nil çayı ilə daşınırdı və çox dəqiqliklə üst-üstə nə edirdi? Yerləşdirilirdi. Müasir texnologiya əsrində belə o zaman nədən istifadə olunmayıb? Müasir texnologiya olmayıb da. Müasir texnologiya olmadan bunları yerləşdirilməyi nədir? İnsan ağlının nəyin göstərir? İnsan ağlının, belə deyək də, sərhədsiz imkanları ilə, həqiqi möcüzə insan ağlının sərhədsiz imkanları ilə yarandığını göstərə bilər. Yəni, bu cür fikir yaza bilərsiniz. Sonra 28. Müddəa Misirlilər müxtəlif elmləri mükəmməl şəkildə mənimsəmişdilər. Hardan bilirik biz bunu mənimsəmişdilər? Baxın, piramidanın 4 tərəfi riyazi dəqiqliklə. Deməli, 4 tərəfi riyazi dəqiqliklə əsas coğrafi istiqamətlərə, şimal, cənub, şərq və qərbə baxır. Bu da qədim Misirlərin, deməli, astronomiya və yer ölçmə nə dərəcədə irəli getdiklərini göstərir. Yəni, bu iki cümləni fakt olaraq yaza bilərsiniz. Müddanı təsdiq edən fakt ola bilər. Yaza bilərsiniz. Problem yoxdur. Son abzasda verilmiş nöqtələrin yerinə məzmuna uyğun fikir yazmaqla. Demək, nə yaza bilərik ora? Orada nə deyilirdi? Deyilirdi, bugün Qahirə şəhəri yaxınlığında Qiza yaylasında vüqarla yüksələn Xeops piramidası sadəcə bir firon əbədi məqbərəsi deyil, həm də qədim dünyanın elm və memarlıq zirvəsidir. Bu möhtəşəm abidə bizə bəşər zəkasının nələrə qadir olduğunu xatırladan ən böyük və toxunulmaz mədəni irsdir. Onun hər bir daşında əndəsi mükəmməlliyin və hələ də tam açılmamış gizli keçidlərin izli var. Bu tikili sübut edir ki, məsələn, buraya yaza bilərik ki, bu tikili sübut edir ki, həqiqətən dünyanın 7 möcüzəsindən biridir. Çünki bu cür dəqiqliklə 7 möcüzəsindən biri olmağı, 7 möcüzəsindən biridir. Nəyə görə 7 möcüzəsindən biridir? Öz əzəmətini nə edir? Tam şəkildə qoruyub saxlayır. Özü qoruyub saxlayır. Həmçinin onun tikildiyi imkanlar necədir?
insan ağlının, və yaza bilərik. Dünyanın 7 möcüzəsindən biridir. Həmçinin nə yaza bilərik ora? Həmçində insan ağlının, burada məsəl üçün insan ağlının sərhədsiz imkanları ilə nə edə bilər? Yarana bilər. Yəni bu kimi fikirlər yaza bilər sonra. Problem yoxdur. Əvvəldə rəqəm yazılmış ifadələri müəyyən eləyək. Əvvəldə rəqəm yazılmış nə idi? Bir mühüm idi, bir də müntəzəm idi. Mühümə vacib yaza bilərsiniz. Sonra nə yaza bilərik mühümə? Sonra yaza bilərik nə? Yaza bilərik lazımlı yaza bilərik. Müntəzəmə də yaza bilərik davamlı. Davamlı yaza bilərik. Sonra yaza bilərik belə ardıcıl, daim, davamlı, daim, ardıcıl. Problem yoxdur. Bunları yaza bilərik. Bu qədər. Bu mətndə bu qədər. Ümid eləyirəm ki, nəticələriniz yaxşı olacaq.